Mənim adım Nigar, mənim 18 yaşım var. Mənim də adım Meludidir, mənim də 15 yaşım var. Burada doğulmuşam, burada da oxuyuram. Mənim adım Kərimdir, 19 yaşım var. 11 yaşımda Danimarkaya gəlmişəm. Hal-hazırda burada oxuyub və yaşayıram. Yəni, təbii ki, vətəndən uzaq olmaq hər bir Azərbaycanlı oğluna bir çətin bir şeydir. Yəni, təbii ki, hamı darıxır vətəni üçün və vətənin üçün çox şeylər eləmək istəyir, xaricdə olduğuna baxmayaraq. Amma təbii ki, bu ölkədə olan imkanlar təəssüflər olsun ki, bizim ölkəmizdən daha da çoxdur. Yəni, burada gənc olmaq daha da çox avantajlı bir şey demək olar. Bizim üçün, mənlə elə bəlkə daha çox fərqlidir. Çünki biz burada doğulmuşuq. Biz də burada Danimarkalılarla da çox, onlarla da görüşür, onlarla da birlikdə olur. Sonra Azərbaycanlılarla da birlikdə olur. Çalışırıq ki, daha çox onlarla birlikdə olur. Necə deyim, vətəni unutmayaq, dilimizi unutmayaq. Kimi özümə borc bilirəm, vətəni təmsil eləmək xaricdə. Sport olsun, məktəb olsun, belə bir yığışımlar olsun. Hər bir yerdə biz Azərbaycanın adını qaldırmağa və Azərbaycanı yaxşı tərəfdən göstərməyə özümüzün, boynumuzun borcu bilirik. Və o yüzden də biz hər bir, yəni burada doğulan oğullara və Azər oğullarına da bir yerdə olanda Azərbaycanla danışırıq ki, dilimiz yaddan çıxmasın, dinimiz yaddan çıxmasın. Yəni, hər bir şeyi nə qədər bacarıb, o qədər də vətənin adını yuxarı qaldırmaya çalışırıq. Sizcə Azərbaycanlı gənclərin Danimarka cəmiyyətinə inteqrasiyası nə dərəcədədir? Məsəl üçün, sizin hər halda Danimarkaca danışırsınız, sizin Danimarkalı dostlarınız, onlarla ümumiyyətlə, ünsiyyətdə sizi necə qarşılayırlar? Sizə çətin olmurmu? Yəni, biz bacardığımız qədər şənli və qəmli günlərimizdə bir yerdə olmağa çalışırıq və məsələn, bu ilin başlarında Xocalı soyqırımı haqqında yığışdığımız da olub və bugünkü Novruz günümüzdə yığışdığımız da olub. Dediyim kimi, şən və qəm günlərdə bir yerdə oluruq və mən şəxsən çalışdığım qədər nə qədər çalışıram ki, Danimarkalı gəncləri də özümlə götürüm belə bir tədbirlərə. Çünki məncə Danimarka gənclərinin də bizimlə gəlib və bizim ölkənin necə şənliklərdə bir yerdə olduqlarını və biz necə tədbirlərdə keçirdiklərimizi görməyə məncə çox bir vacib görürəm. O yüzden nə qədər bacaram, o qədər Danimarkalılara öz ölkəmizi, öz dilimizi göstərməyə çalışıram. Və məncə bugünə kimi yaxşı, yəni bacarmışam. Çünki mən məsələn, mənim dostlarım, qız olsun, oğlan olsun, hamısı Azərbaycan haqqında bilikləri var